Dostlar salam. Salam, salam. Bugün haradayıq dostlar? Bugün nömrə 1 çörək zavoduna gedirik. Əhmədlidə görürsüz. Hədisine getmişik evimizin çörəyin qatına. Bugün bizə croissant verəcəklər. Dirin çörək verəcəklər. Bir də ki hot dog çörək verəcəklər. Elə ona görə gəlmişəm. Gəlməyəcəkdim ki. Nəyə görə? Croissant verirlər də. Bəli dostlar, çəkəcəm hamısını. Bəli. Bu kuruq, o kuruq, bu kuruq. Kuruq yoxdur. Dostlar, biz hələ buradayıq. Məsuliyyətli qrupumuzun dəhşət məsuliyyətli üzvlərini gözləyirik. Saat neçədir? 20 dəqiqə qalıb. Hardasa 25 dəqiqə işləmiş gəlmişdim də. Gözləyirik bayaqdan. Tənbəlsiz. Dostlar, aramıza yeni biri katıldı. Hoş geldin. Hamı da var, Aytaç ağlı da götürmüyor. Xəstəlik olan pişiklə mən. Ama şirindir de. Neyinirsən? Bir şeylər şirindir. Neyinirsən? Al. Getdik. Gel. Aytaç boş geçsin yazın. Allah sen, davay. Kuşlar beni de alın. Oy. Sağ ol. Ayo, ne var? Ciddileşme. İşte orada olmalı, ona göre. Aa, yakınsa bunu. Kız diyemem. Bir Anam ve kara pişiği. Kara ülkeydi bence. Biz buradayız. Onlar da orada. Dostlar gecikti biraz. Yüngül. Qırağa. Gel çek zavodu çek. Çek. Dostlar şükür Allah'a. Geldi. Çok şeyden geçti ama hardayıq. Kruvasan yiyici diye Kruvasan seviniyor ona yiyici diye bak. seviniyor. Seviniyor. Bəli. Buradayıq. Ha, bəsimdir. Açımızda. Görəcəksiniz. Bizə icazə verilən yerlər var. O yerləri ancaq sizə göstərə biləcəm. O yerlərdə kifayət edir ki, hansı mexanizmdən işləyir zavodumuz, necə işləyir. Hamısını sizə, yəni tələbələrə xüsusi mənə tapşırıq var. Tələbələr çünki gələcəkdə işləmək üçün onların hamısını bilməlidir. Nədən böyük sistem maşınlardan gəlir, 45 tonluq böyük siloları boşalır. Yenə borular vasitəsilə göstərəcəm və istehsalata daxil olmamışdan qabaq avtomatik ələnir, maqnitlərdən keçir, istehsalata daxil olur. O da kompüter vasitəsilə əl dəymədən. Başdan sona hamısı yenə dediyim kimi avtomatlaşdırılmış sistemdir və sonda da bir çörəyin başdan sona prosesi 4 saat çəkir. Yəni o bişir, acıyır, özünüz bilirsiniz, mayalanır, soyur, bişir, soyuyur, paketlənir və ambara yığılır. Bu 4 saat çəkir. Ondan sonra artıq dastavka başlayır, göndərilir. Azərbaycanın bütün bölgələrinə də məhsullar göndərilir. Burada çox vaxt itirməyək, İlhamə xanım, çox göstəriləsi yerləriniz var. Ekskursiyaya başlayaq. Buyurun. Dostlar, indi biz çörək yerindəyik. İçərdən dəhşət, yəni çox qəşəng çörək gəlir. Yavaş gedirik. Dostlar, buradayıq. Çox böyükdür bura. Biraz dəhşət böyükdür. Aparatları da çəkməyə icazə vermirlər, bilmirəm. Mümkün qədər çəkəcəm. Bir də aparatları çəkməyin, bir də işçiləri çəkməyin. Bunlar xəmir qarışdırıcılardır, səhv eləmirəmsə. Sonra qazanda isladılır, bilirsiniz, qab olduğu üçün ilk qabını isladıb, sonra xəmir yoğurmaq lazımdır. Onun kimi, yəni onun üzərinə suyu töküb, belə xəmir yoğurmaq mümkün deyil. O mütləq qabaqcıdan isladılmalıdır, qabıqlar şişir, belə olanda ondan sonra üzərinə. Bunlar qarışdırıcılardır, arkamda. Qarışdırıcı. Salam dostlar, mən bugün çörək zavoduna. Bəli. Bura, haradır bura? Olsa maraqlı da. Bəli.
Belə bir yerə gətiriblər, bilmirəm haradır. Dostlar, hazırda çörəkləri hazırlamaq üçün istifadə olunan bunların saxlanıldığı bunkerlərin yanındayıq. Bunkerlər də buralardadır. Çəkmişəm o hissələri. Həmin bunkerlərin də tutumu 45 tondur. Çörəkləri yəni uzun müddət saxlamaq üçün davamlı materialdan hazırlanıb. Bir də 3 gün çörəyi dinləndirmək lazımdır ki, daha qəşəng olsun. Maraqlı idi, sadəcə belə çox səs gəlirdi ya. Aparatlardan. Falan səsi gəlir, adam biraz boşalır. Amma məncə daimi olaraq burada işləsəniz, yəni əgər kimsə işləmək istəyirsə, məncə öyrəşərlər. Hə, elə biz özümüz də burada məsələn gəlib çay falan işləsək daimi olaraq. Praktikaya burada olsa, hər şey. İnşallah sonra olmaram. Milla, gör bunu. Hətta dozatörlər var. Dozatör tərəzi var. İkinci dəfə burada elənir. Dozatörün içində avtomatik bir daha elənir. Acıtma. Bəli, çok görürsünüz necə qaynıyor. Çöreği çok yüngül, mədəyə ağırlıq vermir, çok razıkanlı olur. Yani Rusiyadan ithal edirik, yani Azərbaycan onu yetiştirmir. Bilirsiniz, çoxdan buradası Azərbaycanda əkilmir. Forması da bəli, həm rəng verir, həm gözəl dad verir, qoxu verir. Yəni çox adam rəng bilir, elə bilirlər ki, konfeti, kakaodur, rəngdir. Amma o təbii bir vasitədir, çoxdar səmənlisidir. Akşamdan qaynar suda dəmlənilir. İçərisinə keçiş toxumu, cirə, raziyana, yəni ədviyyatlar üyüdülür, içərisinə vurulur. O çörək də həm gözəl dad verir, həm gözəl qoxu verir. Yəni alanlar da Baradin çörəyi, Alman çörəyi, bu çörəklərin hamısını istifadə edirik. Çox gözəl, yəni indiyə qədər ondan heç bir narazılıq yoxdur, yaxşıdır. Ona görə kaldırılır, avtomatik boşalır ve orada dəmir boldan kazanılmış müstəqil təmizləyir. Bu təmbəl. Dinlənməyə göndərilir. Təmirlər dinlənir. Qəşəngdir. Bunlar bizimdir dostlar. Bizə özəl hazırlanıb yəni. Bir də bunlar. Nömrə 1. Çöreği, çoğdal çöreği, sırf çoğdal unlu çöreğimiz də var. Xətlərdə növlər ayrıdır. Bəli, bəli, bu öz növbəsini gözləyir. Benim. Hə? Şaqalat. Şaqalat. O şaqalatdır, şaqalat. Təmirlər doğrulur, kündələnir.
İçərisinə şirin naçındadır. Şirin içlidir. Sonra o kullandıktan sonra veganlar sürdürülerlerdir. Sobadan artıq pişdi, hazırdır və ət vasitəsilə bəli, soymağa göndərilir. Bəli, birdən olur elə. Birdən elə olur. İndi gedirik dostlar, hara? İstehsal alacaq, laboratoriya yapasan yeri var ora. Görək bu çörəklər necə hazırlanır? Hər iki maraqlıdır. Əminlərlər. Nömrə 1 yeyin dostlar, nömrə 1. Very interesting guys, sağ ol. Yəni həqiqətən çox sterildir ortam. Bütün suallarda soruşmuşuq. Demək olar ki. Elədir. Hər çörəyin özünün adı var. Hansı çörək qoyulursa da skanerə, orada adını yazırıq skanerdə. Sonra isə buradan götürürük, aparıb onun məsafəsini yoxlayırıq, nəmliyini yoxlayırıq, turşuluğunu yoxlayırıq. Bəs bunun üstündə olan qırmızı xəttlər falan nəyi göstərir? O şey qıraqlara. İçini. İçini? Məsafəsini yoxlamaq üçün orada aparat var, salırıq 3 dənə ağlar. Nəyi? Nəmlikləri. Un nəmliyi, seçi gələndə var, onların hamısı yoxlanılır. Onda da əvvəlcədən çəkini çəkirsiniz. Qoyuruq bunu çəkirik. Dostlar, bura baxın. Burada özləri nümunə olaraq saxlayıblar. Əslində 72 saat saxlamaq lazımdır, amma 4 gün saxlayırlar. Nəyə görə saxlayırlar? Saxlayırlar ki, nəsə bir problem olsa, sübut əllərində olsun ki, bəs eyni yəni eyni Zamanda. partiyadandır da, düz deyil. Nəsə olsa burada da olmalıdır. Burada olmursa deməli əqablaşdırmada olub həmin problem. Ödəki istehlak sizin səhvdir. Amma yad cisim düşsə içinə, hər halda kim səhvdir? Kim səhvdir? Hər halda istehsal səhvdir. Bəli. Bugün də bunu öyrəndik. Yani son derece dikkat edilir. Peki, Yakın arkadaşlar. kopyalama. Ay sesleşti. Sizde olma. Dostlar, sizə indi VIP çörəkləri göstərəcəm. Bunlar VIP çörəklərdir. Hədiyyələrimiz var. Elə bayaq dostlar, hədiyyələrimiz var. Elə gələndən bu anı gözləmirik. Əsas odur ki, siz razı qalasınız. Çox sağ olun, razı qaldıq. Sağ olun. Çox sağ olun. Nuş olsun, halal xoşuma. Dostlar, salam. Glutensiz. Bunu mən heç yeməmişəm. Yox, çiyə böyle. Orada biraz başqasını da var, gözdə göstərdim. Yaşıllı da var. İki orta bir sade, haydi bana müsaade. Bu çox qəşəngdir. Çox qəşəng görsənir yəni. Bunlar bizim bebeklərimiz. Gluten free. Bax, yaşılı çox istəyirəm yoxlamaq. Daha bərkdir. Bu ağırdır. Tərkibində çünki bunun toxumları var, ona görə biraz daha bərk və ağırdır teksturası. Amma bu yüngüldür çünki Yenir. ancaq tərkibində un falan yoxdur.
Yüngüldür. Tərkibində kalsiyum, magnezium, omega 3 var. Və 10 gün ərzində bunu istifadə etmək lazımdır. Yemədin, getdi. 300 qramlıqdır bunlar. Yəni bunları marketdə görmədiyim üçün burada sizə göstərəcəm. Orta təbəqə üçün uyğun deyil bu çörəklər. Elə deyil. Hə, yəni ki bu bizim üçün uyğun deyil. Diyet eləyənlər. Bəli, onu da göstər qəhvəyi. Diyet adasısa dostlar, bunu alın, bunu alın. Ya da ki ən birinci o yaşılı. Ay yaşılı. Yaşılı göstərək, yaşılı alsınlar. Yaşılı alsınlar. Çəhrayı da var burada dost. Bunu alın. Bu çox qəşəng görsənir. Mən dadını bilmirəm, amma məncə ən dadlısı budur. Bu da glutensiz ak çörəkdir. O glutensiz toxumlu çörəkdir. Bu glutensiz ak. Həm də dənəciklidir, toxumlu və dənəcikli. Çox dadlı görünür. Eynən. Bu 350 qramdır məsələn. Gələcəkdə bizim marketingdə görə bilərsiniz. Dostlar, hədiyyələrimizi götürmüşük. Aytaç deyir ki, əlində it tutan çörək. Əlində çörək tutan itə oxşuyurmuşu. Neyse də ondan. Dostlar, bugün də çörək zavodunda beləydik. Sən onu hə? Super. Çox qəşəng keçdi, həqiqətən. Əməyi keçən hamını öpürəm, çox sağ olsunlar. O qədər maraqlı idi ki. Sağ olun dostlar. Follow edin, abunə olun. Follow eləyin, abunə olun, bəyənin. Sənən bəyənsinlər, hə? Bəyənsinlər, like atın. Sağ olun.